Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? İnşallah yaxşı olasınız. Dostlar, bu günləri bulki hazırlayıram. Burada 1 kilo undur, bir çimdik tam üçün duzdur. Sonra 2 ədəd yumurtadır. Bir yumurtanın sarısını üzəri üçün qoymuşam. Burada da bir yumurtanın sarı bütövdür, bir də ağıdır. Sonra burada bir xörək qaşığı dururdu. Bir dənə vanildir, bir paçka yəni. Sonra burada da bir stəkan şeker tozudur. Sonra hardasa 100 qram yağdır. Sonra üzəri üçün küncütdür. Bunu axırda eləyəcəm. Sonra burada da hardasa 2 stəkan süddür. Amma südü elə bir yarı-yarı tökəcəyik də. İnşallah dostlar hazırlayım, qarışdırım. Ondan sonra göstərəcəm. Hava isti olsa da dostlar, yaydı da, amma yenə də səhər-səhər yeməyi yaxşıdır. Uşaqlar xoşlayır bulkini. Yəni siz də hazırlayın. İki stəkan südün hamısını tökdüm dostlar. Dostlar, xəmiri qarışdırdım. Salahını qoyuram. Hardasa 1 saata qədər belə gəlsin, ondan sonra hazırlayacağım. Dostlar, xəmirim gəlib. Dostlar, indi mən bunu balaca bulki eləyib yığacağım bu qabımın içinə. Əlimə bir balaca yağ vururam. Görürsünüz necə gözəl gəlib, diş-dişdir. Dostlar, hamısını bu qaydada hazırlayacağım. Yığacağım qaba. İnşallah biraz da belə gözləyəcəm, gəlsin. Biraz xəmir özünə gəlsin. Ondan sonra göstərəcəm. Sonra xəmir də belə gəldi. Burada da dostlar bir tane yumurtanın sarısını saxlamışdım da. Odur, içində də bir çay qaşığı duru yağdı. Dostlar, kim istəsə zövqdən asılıdır. Kişmiş də vura bilər.
Yani benim oğlum hoşlanmır içinde kişmiş. Ona göre kişmiş vurmadım. Böyle dostlar, burada da renkli küncüklerimdir. Yani evde küncütünüz yoksa dostlar, vacip değil, vurmaya da bilərsiniz. Ya o balaca damla şikalıtlar var. Yani bunun əvəzinə ondan da vura bilərsiniz. Yəni zövqdən asılıdır da, necə istəsəz. Bu da mənim bulkilərim dostlar. İndi qoyacağım pişsin inşallah. Dostlar, bir dənəsini də bu qaba qoydum belə. Dostlar, bulkim çox hazırdır. Belə. Bu da mənim bulkilərim. Dostlar, siz də hazırlayın, nuş eləyin inşallah. Dostlar, bir şey deyim. Yəni ki, bunu səhər-səhər uşaqlar yanına yeməyə də, elə belə çayla içməyə də çox qəşəngdir. Belə. Dostlar, bir də belə bunu çəkmədim, peçeni hazırladım. Yəni evdə bütün xanımların evində var. Yəni atmayın, evdə olan bir şeyi dəyərləndirin, tullamayın. Yəni çeyrək pişirmişdim, YouTube'da da paylaşmışdım, varım orada paylaşmışam, görənlər görüb. Onun istərsiniz nə qədər pişirsən də, qatı olsa da şirəsi qalır da. O çiyələkdən qalmışdı. Görürsünüz rəngində biraz elə bir ki, tünd rəngi dəyişilib belə. Çiyələk soku tökdüm. Hardasa stəkan yarım, belə 2 stəkana qədər. Sonra 1 stəkan duru yağdı. Sonra 1 stəkan qatıqdı. İçində 1 çay qaşığı soda ilə söndürdüm, tökdüm. Vanildi. Tam üçün bir çimdik duzdu. Parmağın ucunda da belə. Sonra apardığı qədər də undu. Yoğurdum qəşəng. Bax, belə bir peçeni hazırladım. Bu da çox qəşəng olur. Qəşəng dadlı olur. Yəni çox bişirmişəm, belə paylaşmamışam. İndi də bunu elə yenə içinə vurulan ərzaqları dedim sizə, atmayın. Hansı mürəbbənin soku olur olsun, şirəsi olur olsun, atmayın xanımlar. Belə hazırlayın, qoyun. Uşaqlar da özünüz də çayla içərsiniz.